qarşıda bayramlar gəlir. Azərbaycan müsəlman dövləti sayılsa da, amma əhalisinin digər dinlərə mənsub olan vətəndaşlarının sayı da az deyil. Həm onları, həm də elə bütövlükdə Azərbaycan xalqına qarşıda gələn yeni il, sonra xristianların bayramı olan Rождество, Milad bayramı, Starый Новый год, bütün bu bayramlar buketi ilə öncədən təbrik edirik. Çünki bu həqiqətən bizim bu il parlamentin bu il üçün sonuncu iclasıdır. O cümlədən mən qəriblikdə olan Azərbaycanlı olan həmvətənlərimizi təbrik edirəm. Onların sırasında mən hətta Qarabağ münaqişəsi başlayan zamanı Azərbaycanı başlanan müharibənin məhz ədalətsiz olduğunu görərək işlərində bir vicdan əzabı çəkən mən ermənilərlə ən azından rastlaşmışam. Moskvanın özündə belə rastlaşmışam. Xüsusilə də akademik dairələrdə olan, Moskvaya köçmüş həmin illərdə burada elmi dərəcələr almış insanlar var ki, onlar məhz həmin illərdə bu müharibənin doğru olmadığını bildiriblər və həm qorxudan, həm etiraz əlaməti olaraq Bakını və digər, xüsusilə Bakını və Sumqayıtı tərk etmiş insanlar var. Mən onların da bayramını təbrik edirəm. Çünki onlar Sovet dönəmində də olsa Azərbaycanda doğulublar, böyüyüblər. Gen məsələsinə gələndə onlar Azərbaycanın suyunu, çörəyini yeyiblər. Bəlkə də əllərindən nəsə etmək gəlməsə də həmin zamanda. Bəlkə bugün də elə də çox şeylər etmək istəməsələr də, amma ən azından dua edə bilərlər ki, Azərbaycanda elə bir demokratik, elə bir dostcasına ab-havalı bir dövlət yaransın ki, həmin dövlətə onlar da rahatlıqla ən azından qonaq kimi də olsa gəlib gedə bilsinlər. O uşaqlıqda, gənclikdə yaşadıkları xoş xatirələrə qayıtmaq imkanı əldə edə bilsinlər. O cümlədən erməni olmayan, digər xalqların mənsubları olan həmvətənlərimi də qəlbində onları təbrik edirəm və arzu edirəm ki, çox yaxın bir zamanda vətənə qayıdaraq məhz doğma divarların əhatəsində, doğma insanların dairəsində bu bayramları daha isti, daha şən keçirə bilsinlər.